Nah. Salam dostlar, bugün canlışıq PS5-ın unboxı ilə gedək görək. Bu həyvan içində nə nələr var, nə çıxır. Sizə görmüsünüz. Ben dedim Türk kanallarda yoxdur, Türk kanal çox azdır. Dedim bir də biz gedək. Bunun bir də ayrı dastanı var, o da həttən sizinlə paylaşacağıq. Hop dostlar, gedək işinə. Yəni çox dərdisərli və naamadə bu işi görürəm. Yəni əslən amadə deyirəm. Amma inşallah ki xoşunuza gələr, like, comment, subscribe elərsiniz, himayət elərsiniz. İnşallah hamımıza qismət olar, elə əvvəlində deyirəm. Gedək görək, mən unbox işində deyirəm, mən game işindəyim. Bəli, gedək görək. İnşallah ki əlimizdən gələr, bu işi də sizə görə bilir. Hop, unbox eləyim. Neynələr? Good sound, good sound. Ya, eləməyək ki, dağıtaq. Əvvəldə bəy təsbin atacam. Mikrofona qozasam turbində düşməyəcək. Ötür. Bəy təsbin açdıq. Aha. Bu halət çövürüm. Hop. Əvvəldəki atırı götürürsün də belə bir zat var. Bir dənə beləsi film var ki, bugünə düşür həm. Deyirəm bu PlayStation-ı vəsl eləyəcəkdir, bəlkə əsliyə. Sonra bir dənə də beləsi sim var. İki dənə simdir əlbəttə. Bir də budur. Sonra yəni dəstə çıxır içindən. Elə ki görürsünüz. Dostlar dedim, sonra dəstə çıxır içindən. Görürsənir oradan. Anladım. Yəni PS5 dəstəsi qoyduq kənara. Sonra 2 dənə də beləsi viza çıxır. Açın göstərdim, beləsi olmaz. Öfkəyin payələr. Biri çox gözəl. Gəlsin bura. Bundan sonra üst təbəqədə bizət yoxumuzdur. Getirir aşağı təbəqə. Şimdi bunu çıxartmaq özü çətindir. Aha, hələ dəftərçə-məftərçəmiz də var. Görürsünüz, səsidir. O bir dəftərçə. İkinci dəftərçə nə oldu? Bitərdir. Və ikinci dəftərçə. O da dəftərçələrin səsidir. Biz dedik əlimizdən şəhid gəlməyə. Mən özüm unbox işindəyim. Allah unbox.
Qutu getsin kinara. Belə bir də çıxır. Mühafizət eləyən nəfərlər. Əvvəldə getdi. Əvvəlin zərbə. Sən qorxmayın. Gümüş kimin? Gülməliyiklər bunu. Qabaqdan. Belə gəlsin böyle. Qabaqdan. Saldan. Bu yel. Və bu yel. Yəni belə bir təsvir var. Bilmirəm nə derdi dəyir şayad. Bulundu şartlı. Bu da açdıq. Səsinə qulaq ataq. Səsi də qəşəng. Ya ne mesela götüyle tır. Olmaz diye. Dostlar belədir. İnşallah ki o geymiləri ki kompüterə gəlmirlər, çoxlu geymilər var. Fəqət PS-ə gəlmir, gələcəklər ya gəliblər. Onları oynayacağıq. Böyəcək sizin xidmətinizə. Sizdən də fəqət himayət gözləyirəm. Deyirəm tüklərin qüdrətini göysədək. Instagramda qəşəng türkü çalışanlar var, qəşəng türkü kanallar var, adam lizzət eləyir. YouTube'da da biz başlamışıq. Fəqət sizlərə görə. İnşallah ki gələrsiniz, himayət edərsiniz. Bir dənə də fəqət mən istəyirəm bir söz deyəm. Dədə nənəzə, mamam babaza, xanı vadəzə, bacıza, qardaşıza, məxsusən anataza çox ehtiram qail olun. Yəni anata ayrı bir zatdır, ciddi deyirəm bunu. Onlar ki anatalar yoxdur, Allah rəhmət eləsin, məkanlar cənnət olsun. Onlar da ki anatalar qalır, düzdən deyirəm. Hətta əgər gündə bir şeycəyin əlini öpün, ayaqlarını öpün. Mən indi bunu anatam alıbdı mənə. Çoxtər anam, əlləri ağrımasın, bir dənə hediyə oldu mənə. Çoxdan idi, gözlüydüm, bizə istəyirdim, alam, pullarımızı yığırdım. Ki zəhmət çəkdi, aldı mənə. Yəni kadom vardı. Niyə? Fəqət buna görə ki anam ilə yaxşıydım, atam ilə yaxşıydım. Diklənməmişəm, daxlanmamışam. Yekə danışmamışam. O dedikləri sözlərə qulaq asmışam. Deyiblər bu sinnimlə filan yerə getməmişəm. Deyiblər filan işi görməmişəm. Belə də hər nə mənə. Anazla, atazla həmişə düz deyin, heç vaxt onları durub deməm. Məsələn, dost kimin danışmam, onların, məsələn, dostlar kimin heyri danışmam. Yəni, xırda qardaş onlarında bu sözlər sizə deyirəm. İnşallah ki, sizə də qismət olar bu cür PS5, kompüter, hər nə mənə ki, gönlünüzdə var. Yenə deyirəm, ana, atazaya ehtiram qoysaz, ərziş qail olsaz, bu cür zətlər sizə də ittifaq düşə bilər. İstəyirəm sizi like, comment, subscribe yadınızdan çıxmasın. Getdik.